Bura Qubadlının mərkəzi küçələrindən biridir. Bura məşhur Qubadlının məşhur sakinlərindən olan Seyfalı dayının evidir. Fotoqraf Seyfalı dayı. Hamımızın uşaqdan böyüyə tanıdığımız Seyfalı dayının ocağıdır. Bir maraq duydum ki, buranı tanıyan, çəkəm. Bilməyənlər üçün çatdıram. Seyfalı dayı aldığım məlumata görə əslən Xallava kəndindən olub əsilləri. Rayonda ən birinci ilk fotoqraf olub, qanuni rəsmi şəkildə. Sonra onun fəaliyyətlərində musiqi alətlərinin hamısını, əksər musiqi alətlərinin ifasında xüsusi qabiliyyəti olmuşdur ki, rayonun xeyir işlərində, şənliklərində o musiqi alətləri ilə də cəmaatı həm feyziyab edilmiş, həm rəvayətləri ilə, həm aşıqlıq edilmiş, sazı da, saz alətini də bilirmiş və aşıqlıq edilmiş, toylarda insanlara folklor nümunələrini çatdırırmış və öz qabiliyyətini göstərərək xalqa xidmət eləmişdi. Mənim onun barəsində o qədər də çox məlumatım olmadığına görə yanlış yerlərə getməmək üçün sadəcə onun ocağını göstərəcəm sizə. Hər kəs də qoyur Allah rəhmət eləsin yazar inşallah. Seyfalı dayının barəsində bir olmuş əhvalatı da eşitmişəm. Rayonun birinci katibi Kamal Ağayev olub, tapşırıq veribdi ki, bir oxuyan gətirin, həm də musiqi alətlərində çalsın. Sonra şəkil çəkən də gətirin. Deyiblər, yaxşı. Sonra maraqlarım nə oldu? Gətirdiniz? Deyiblər, bəli. Kimdir oxuyan? Seyfalı dayı. Şəkil çəkən kimdir? Seyfalı dayı. Bəs musiqiçilər? O da Seyfalı dayı. Deyibən, nə oldu? Çalır Seyfalı, şəkil çəkir Seyfalı, oxuyur Seyfalı. Bunun hamı Seyfalı oldu. Yəni, rəhmətli, hər tərəfli bir insan olub. Hər tərəfli olmağı ilə də bütün rayonun rəğbətini və hörmətini qazanmışdır. Qarajı olubdu bu evdə, bu yerdə. Qarajın içindəki xəndəkdən bəllidir ki, bura qarajdır. Burada bir su quyusu var. Çox dərin su quyusu var. Göstərməyə çalışım sizə. Bu qədərə göstərə bildim. Bax belə. Tanıyanlar tanıyır. Burada bildiyimə görə hamam olubdu. Dövlət hamamı. Bilənlər bilir. Yenə dediyim kimi məlumatım az olduğuna görə çox izaha getmək istəmirəm. Çünki səhvlərə yol verə bilərəm. Yaxın günlərdə burada ciddidən sel gedib. Çox güclü sel gedib. Nədən ki, bu kanalı doldurubdu bu yerləri. Qumdan doldurubdu. Elə bu yerdən də fotoqraf Seyfalı dayının ocağından buradan onun ailəsinə, yaxınlarına, oğullarına, bütün nəvə nəticə bilmirəm kimləri varsa sevdiklərinə deyirəm ki, bu evdən olan fərqi yoxdur. Şəhərdə yaxud Qubadlıda dünyasını dəyişənlər Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Onların simasında bütün Qubadlılarımızın dünyadan dəyişənlərin Allah rəhmət eləsin.
Və bu evdən Seyfalı dayının ocağından sağ qalanlara isə doğma Qubadlıdan salamlar və Allahdan xoş diləklər çatdırıram. Xoş güzəran arzulayıram. Allahdan can sağlığı arzulayıram. Sağ olun. Sağlıqla qalın.